Deməli uşaqlar, bugünkü mövzumuz Azərbaycan Xalq Cümhuriyyəti haqqındadır. Bilirsiniz ki, artıq xronologiyalara üstünlük vermək lazımdır. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında yaranıb, 1920-ci ilin 28 aprelinə qədər mövcud olub, 23 ay yaşayıb. Seymin dağılması ilə yaranıb, 18-ci ilin 26 mayında Gürcüstan Seymindən çıxıb, Seymin dağılmasından sonra yaranıb, Rusun Azərbaycanı işğal eləməsi ilə isə sona çatmışdı. İki dənə paytaxtı var, elan olundu o şəhər Tiflisdir. Amma iki dənə paytaxtı var. Birinci paytaxtı Gəncədir, 1918-ci ilin 16 iyununda. İkinci paytaxtı isə Bakıdır, 1918-ci ilin 17 sentyabrında. 5 dənə hökuməti var. Birinci hökumət, ikinci hökumət, üçüncü hökumət, dördüncü hökumət və beşinci hökumət. Hökumətlərin hamısı icra edici funksiyanı yerinə yetirir. Bir dənə ikinci hökumət həm icra edicidir, həm də qanun vericidir. Səbəb də odur ki, qanunverici orqan ikinci hökumətin dövründə müvəqqəti fəaliyyətini dayandırmışdı. Onun işlərini də ikinci hökumət yerinə yetirirdi. Birinci, ikinci, üçüncü hökumətin rəhbəri Fətəli xan Xoyski, hansı ki Xoyski ikinci Dumanın rəhbəri olub, Bakı şəhər Dumasının rəhbəri olub. Demək, 4 ilə 5-in rəhbəri isə Nəsib bəy Yusif bəyli idi. Hətta 6-cı hökumətin çağırılması Hacınskiyə tapşırılmışdı, lakin daxili çəkişməyə görə bu mümkün olmadı. Birinci hökumətin qarşısında 2 dənə məsələ dururdu. Nuru Paşanın, Azərbaycana kömək eləyəcək Nuru Paşanın etimadsızlıq göstərməsi, belə deyək, hörmətsizlik göstərməsi böhrana səbəb oldu. Buna görə də Milli Şura fəaliyyətini dayandırdı. 6 aydan gec olmayaraq Müəssisələr Məclisinin çağırılmasına demək hazırlaşdı. Amma AXC-nin həyata keçirə bilmədiyi 5 dənə tədbir var ki, onlardan biri Müəssisələr Məclisidir, biri Rusiyada təhsil alınmasıdır, biri Latın əlifbasını, biri aqrar qanundur, biri də torpaq qanunudur ki, bunların layihəsi demək, qanun verilsə də bu barədə, amma həyata keçirilməmişdir. İndi danışaq AXC-dən. AXC necə yarandı? Biz bilirik ki, 1918-ci ilin fevralından mayın 26-sına qədər Seyim mövcud olub. 26 mayda Gürcüstan Seyimdən çıxır. 26 mayda. Bununla da Seyim dağılır. Təbii ki, Ermənistan, Gürcüstan, Azərbaycan üçü də Tiflisdə oturduğu üçün, artıq Gürcüstan özü müstəqil elan elədiyi üçün, Gürcüstan tələb eləyir ki, mənim şəhərimi tərk eləyim, mən müstəqil bir dövlət qurmuşam özüm üçün. 27 mayda bir neçə nəfərlə Xəlil bəy Xasməmmədovdur, Fətəli xan Xoyskidir, Məmməd Əmin Rəsulzadədir. Oturdular, bir arada qərar verdilər ki, bəs biz neyniyəcəyik? Çünki həmin dönəmdə Azərbaycan bolşeviklərin, yəni rusların yeni yaranmış Sovet hakimiyyətinin əlində idi. Bəs biz neyniyəcəyik? Tiflisdən qovuluruq, Azərbaycanda da ki, Rusun əlindədir və 27 mayda bu qərarı düşündülər və qanunverici bir orqan Milli Şura fəaliyyətə başladı 27 mayda. 28 mayda isə Milli Şuranın qərarı ilə Xəlil bəy Xasməmmədov AXC-nin yarandığını elan elədi və İstiqlal bəyannaməsini oxudu. İstiqlal bəyannaməsi bir Amerikadadır, bir də Azərbaycandadır. İstiqlal bəyannaməsinə görə bütün millətin müqəddəratı ölkə daxilində qorunacaq, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycan vətəndaşı kimi müdafiə olunacaq, nəinki qonşularla, bütün ölkələrlə münasibəti yoluna qoyulacaq. Azərbaycan xalqın, Azərbaycan Xalq Cümhuriyyəti xalqın seçdiyi bir hakimiyyət olacaq. Yəni, Milli Şura birinci yaranıb, AXC sonra yaranıb. Belə bir Milli Şura qanunverici orqandır. Birinci konferans keçiriblər. Həmin konferansda Xəlil bəy Xasməmmədov AXC-nin yarandığını elan eləyib.
rəhbər də qanunverici orqan olan Rəsulzadə. Bəs Rəsulzadə niyə elan eləməyib? Çünki Rəsulzadə həmin dönəmdə Tiflisdə deyildi, çıxıb getmişdi Osmanlının ərazisinə. Osmanlıdan danışıqlar aparmaq istəyirdi ki, mən Azərbaycanı azad eləmək istəyirəm, sənin mənə köməyin lazımdır. Osmanlı da dedi, bir şərtlə sənə kömək eləyərəm ki, burada İrəvan ərazisi var. İrəvanı ermənilərə verirsən, ermənilər də müstəqil olacaq. Seymdən çıxanlardan biri də Ermənistandır, 29 mayda. Erməni oradan çıxır, məndən ərazi istəyir və mən də təbii ki, 1-ci Dünya müharibəsində dördlər qrupunda məğlub olduğum üçün Ermənistan ərazi verə bilmərəm. Bu mənim adıma biraz xərər gətirər. Sən İrəvanı ermənilərə güzəştə get, ver, belə könüllü. Mən də bunun əvəzinə sənə köməklik göstərim. Təbii ki, razılaşır Azərbaycan bununla, verir həmin ərazini İrəvanı ermənilərə bir şərtlə ki, İrəvanda yaşayan Azərbaycanlıların söz haqqıdır, məktəb haqqıdır, təhsil haqqıdır, dil haqqıdır, nəyi varsa da toxunulmayacaq. Ermənilər də söz verir, hətta Qarabağa olan iddialarından, Naxçıvan və Qarabağa olan iddialarından da bir dəfəlik əl çəkəcəkdilər maalesef. Sonra Tiflisdən çıxırıq. Tiflisə də Gürcüstana da belə deyək, alovu verən Almaniyadır. Almaniya Gürcüstanı tələsdirir ki, Azərbaycanı çıxart öz ərazisindən. O da çıxarır bizi, gəlirik Borçalıya. Borçalıda da Gürcü və Alman dəstələri bizi sıxışdırır. Gürcü-Alman dəstələri ilə Azərbaycan qoşunu arasında demək Borçalıda döyüşlər baş verir. Təbii ki, Azərbaycan qoşunu qalib gəlir burada. Sonra gəlirik ki, üzü Gəncə istiqamətinə. 1918-ci ilin iyun ayında Gəncə döyüşləri də, yəni Borçalı döyüşləri iyunun əvvəllərində, iyunun ortalarında Gəncə döyüşləri baş verir. Həmin Gəncə döyüşlərində də biz qalib gəlirik. Bəs sual verirlər bizə ki, Osmanlı verdiyi sözü tutdu mu? Bizi tanıyan ilk dövlət zaten Osmanlıdır. Qonşularımıza nəzər salsaq, deməli, baxın, xarici siyasətdən danışacağım sizin üçün. Qonşularımıza nəzər salsaq, bizi tanımayan dövlət Rus oldu. Axırda varlığımıza son qoydu. Gürcüstan əvvəlcə məni öz ölkəsindən qovdu 1918-ci ilin 16 iyununda. Bir il sonra 1919-cu ilin 16 iyununda məni ilə hərbi müqavilə bağladı. Hərbi müqavilə. Mən ona neft verəcəkdim, o da mənə silah verəcəkdi. Hətta hərbi şura da yaradıldı. Həmin hərbi şurada qərar alındı ki, Gürcüstan Azərbaycana neft verəcək, Azərbaycan Gürcüstana neft verəcək, Gürcüstan Azərbaycana hərbi silah sursat verəcək. Kimə qarşı? Burada Denikin adlı bir terrorist var idi. Sovetə qarşı. Ola bilsin ki, o Qafqaza da gələ bilərdi. Əgər Qafqaza gələrdisə bu, Denikinə qarşı birləşərik, əgər o gəlsə. Yəni, birinci qovub məni, bir il sonra, tam bir ildə mənim hərbi müqavilə bağlayıb. Azərbaycanı tanıyan ilk dövlət Osmanlıdır 4 iyun Batum sülhü ilə. Ermənistan da tanıyacaq, təbii ki, İrəvanı onlara verdiyim üçün. İranda belə deyək, süqutuma yaxın tanıyacaq da, məni 1920-ci ilin 21 martında tanıyacaq da, apreldə də süqut eləmişik də, dostcasına tanıyacaq. Onda İngiltərə məcbur eləyəcək. Elə bir İngiltərə İranı tam özündən asılı eləmişdi. İngiltərənin məcburiyyəti ilə İran Azərbaycanı tanıyacaq. Təbrizdə konsulluq, Tehranda isə səfirlik açdıracağıq dostcasına. Bu da bir ay mövcud olacaqdı. Bir aydan sonra süqut eləmişik. Və burada Dağıstan var. Dağıstanla da münasibətlər çox gözəl idi. 1919-cu ilin yay ayına kimi, 1919-cu ilin yay ayında Denikin gəlib Dağıstanı tutacaq. Bunlar Ağ qvardiyaçılardır. Yəni, belə deyək də, Çarınizmin adamları gələcəklər, Dağıstanı tutacaqlar və mən də istəyəcəm ki, Dağıstana kömək eləyim. Axaca istəyəcək Dağıstana kömək eləsin. İngiltərə qoymayacaq. Deyəcək, yəni sən bu işlərə qoşulma. Bu Denikin çox vəhşi bir terroristdir. Yəni səni məhv eləyə bilər, qoşulma. Ona görə də mən burada nabrad özüm üçün müdafiə istehkamları qurub özümü Dağıstandan qoruyacağım. Mənim qonşu dövlətlərlə münasibətlərim bu formada olacaq ki,
dərsdə atmışam sizə xarici siyasətdə. Bax, Rusiya bizi tanımadı. Dağıstanla yazı yayılanda dostluq. Gürcüstan hərbi cəhətdən tanıyıb. Bir dənə də İtaliyanın hərbi müqaviləm var. Ermənistanı da İrəvanı vermişəm. Osmanlı 4 iyun ilk tanıyan budur. İrandakı dostluq müqaviləsi. Sonra gedəcəm beynəlxalq aləmdə də tanınacam. Demək Almaniyanın belə deyək də elə belə müqavilə bağlayacağıq. Amma İtaliyanın isə hərbi müqavilə bağlayacağıq. Ermənistan Osmanlıdan Gümrü ərazisini istəyirdi. Osmanlı beynəlxalq vəziyyəti yaxşı deyildi deyən Azərbaycan İrəvanı verdi. Ermənistan Qarabağ olan iddiasından əl çəkəcək. İrəvanda olan Azərbaycanlara toxunmayacaq. Osmanlı ilk tanıyan dövlətdir. Batum 4-cü bəndində, 4 iyun 4-cü bəndə hərbi yardım göstərəcək mənə. Demək ki, müqavilənin adı dostluq və ticarət müqaviləsidir. Bax, müqavilənin adı dostluq və ticarət müqaviləsidir. Amma hərbi cəhətdən mənə köməklik göstərəcək. İrəvan demək Ermənistanın paytaxtı oldu. 1918-in oktyabrında Osmanlı Mudro sülhü ilə 1-ci Dünya müharibəsindən çıxanda Azərbaycanı da tərk eləyəcək, gedərkən Naxçıvanı qoruyacaq. Bunu da deyəcəm sizə. Gürcüstanla da problemim var əslində. Borçalı, Zaqatala, Qarayaz üstündə problemlərim var əslində. Amma hərbi cəhətdən bir-birimizlə yaxınlaşacağıq. Bu da öz yerində. Hərbi cəhətdən Ağ Qvardiyaçıların rəhbəri olan Denikinə qarşı birləşəcəyik. 3 il müddətinə Gürcüstan silah, Azərbaycanda ona neft verəcək. Hətta hərbi şura yaradılıb. Azərbaycanı Əliağa Şıxlinski, Sulkeviç təmsil edəcək. Dağıstanla da dediyimdə münasibət yaxşı idi, ta ki Ağ Qvardiyaçılar oranı tutana qədər. İran məni de jure tanıyacaq. De jure bilirsiniz nədir uşaqlar? Sənədlə. Yəni ki, o məni fakt gəlib görmədi də. Sadəcə sənədlərdə bildi ki, mən varam. Amma Antanta da gedib tanınacam da. Yəni Paris Sülh konferansında, bilirsiniz, Versal-Vaşinqton konferansı var orada. O məni de facto tanıyacaq. Yəni faktla gəlib görəcək ki, mən varam. Yəni gözü ilə görəcək ki, mən varam. İran Azərbaycanı de jure tanıyıb sənədlə. Amma Antanta, Paris isə Azərbaycanın de facto, faktiki tanıyıb. Mən də Təbrizdə konsulluq, Tehranda səfirlik açdırdım. Təzədən qayıdıram sizin üçün Azərbaycana, hökumətlərin işinə. Birinci hökumətin qarşısındakı məsələ nə idi? Milli Şura Nuru Paşa gəldi. Baxın, Gəncə döyüşlərində Nuru Paşa yoxdur. Nuru Paşa olacaq Göyçay döyüşlərində, bir də Bakı döyüşlərində. AXC-nin döyüşləri bunlardır. Borçalıda özümüz qalib gəlmişik, Gəncədə özümüz qalib gəlmişik, Göyçayda Nuru Paşa bizə kömək eləyib, Bakıda da Nuru Paşa bizə köməklik göstərib, Bakını azad eləmişik. Biz qanunverici orqanlarımız 1-ci Milli Şura idi. Rəsulzadə rəhbəri. Sonra Milli Şura 6 ay fəaliyyətini dayandırdı. Milli Şura 6 ay müddətini fəaliyyətini dayandırdığı üçün ikinci hökumət həm qanunverici oldu, həm də icraedici oldu. Yəni iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabrın 19-una kimi 6 ay müddətinə. Sonra təzədən Milli Şura noyabrın 19-unda bərpa olundu. Və bərpa olunanda Müəssisələr Məclisinə deyil, daha böyük bir orqanla, parlamentlə gəldi. 7 dekabrda da sonuncu qanunverici orqan olan parlament yaradıldı. Milli Şuranın yaranması 27 maydı, bərpası 19 noyabrdır və qarşısına duran ilk məsələ də parlamentin demək çağırılması oldu. İkinci hökumətin qarşısına məsələ nə idi? Bakını azad eləmək. Bəs Bakı azad olundu, bəli. Gəldik Gəncə döyüşləri, qalib, Göyçay döyüşləri, bax, iyunun əvvəlləri Borçalı döyüşləridir, iyunun ortaları Gəncə döyüşləridir, iyunun sonu Göyçay döyüşləridir. Gəlirik üzü Bakıya doğru. Bakıda kim oturub? Şamiyan. Bakı Xalq Komissarlar Soveti Şamiyan oturub, Bakı Xalq Komissarlar Sovetinin rəhbəri erməni. Şamiyan oturub və məsələ orasındadır ki, may ayında mən Cumhuriyyət yaradanda Şamiyan tez bir şəkildə başladı Azərbaycanın, ələxüsusən Bakının sərvətlərini milliləşdirməyə. Milliləşdirmək də o deməkdir, yəni öz Rusiyanın hesabına keçirir hər şeyimi. Zavodlarımı, fabriklərimi, neftimi, Bakı Xalq Komissarlar Sovetinin milliləşdirdiyi sahələrdə 18-ci ilin may-iyun ayında, 1918-ci ilin mən yarananda, yəni
maydan iyuna qədər, mən hansı ki buralarda müharibələr aparanda, Bakıda nə var, nə yoxdur, hamısını keçirtdi. Zavod, fabrik, balıq, sonra neft, hamısını keçirtdi öz hesabına. Bunu biz harda öyrənmişik? 2 may, 5 may, 7 may, 12 may, 17 may, bax belə bir şeylər var idi. Bakı Xalq Komissarlar Sovetinin. Elə bir ki, AXC-dən əvvəldə, AXC-dən sonra da Bakı Xalq Komissarlar Soveti var. Sadəcə adı biraz fərqlidir. Elə bir AXC-dən əvvəl Bakı Xalq Komissarlar Sovetidir. AXC-dən sonra Azərbaycan Xalq Komissarlar Sovetidir. Bax belədir. Ortada AXC var. İkisində də milliləşmə siyasəti var. Biri 1918-də, biri də 1920-də. İkisi də may-iyun aylarında. Yəni AXC-dən əvvəl də sonra da milliləşmə prosesi var Bakı Xalq Komissarlar Sovetinin nəzdində. Yaxşı. Tez bir şəkildə başladı Azərbaycan sərvətlərini milliləşdirməyə, tez-tez. Biz də gəlib Bakıya çatanda, çatırıq, yoldayıq, gəlirik. Şamiyan Leninə kömək üçün müraciət elədi ki, Lenin mənə köməklik göstərginən Qafqaz İslam ordusuna, qeyd edim ki, Osmanlı bizə yardım göstərəndə öz adı ilə yardım göstərmədi. Qafqaz İslam ordusu adı ilə yardım göstərdi. Niyə? Rusiya ilə münasibətlərini pozmaq istəmirdi. Deyirdi, Rus bilməsin ki, mən sizə kömək eləyirəm. Adını qoyun Qafqaz İslam ordusu. Şamiyan Leninlə kömək istəyəndə Lenin də, valla mən sənə kömək eləyə bilmərəm. Çünki mənim öz problemim var da, mən elə Denikindən, burada terroristlə dalaşıram. Mən sənə heç bir kömək göndərə bilmərəm. Və İranda yaşayan ermənipərəst ingilislər var idi. İngilislərə kömək üçün müraciət elədi. İngilislər də gəldi köməyə. Gəldilər, onlar 31 iyul, 1 avqust, 31 iyulda gəlirlər, gəlib görürlər ki, Şamiyan qaçır. Götürüb Şamiyanı atırlar həbsə, özləri girirlər Bakıya. Bakıda İngilis general qubernatorluğunu yaradıb Bakı Xalq Komissarlar Sovetini ləğv eləyirlər. Bakı Xalq Komissarlar Soveti 1918-ci ilin 25 aprelindən 31 iyuluna qədər mövcud olub. Və Bakı Xalq Komissarlar Soveti yarananda Bakı Şəhər Duması olan Xoyskini soyqırımda günahlandıraraq yaranmışdı. Onu ləğv eləyib özü yaranmışdı. İndi bunu da ləğv eləyən ingilislər oldu. Yəni ingilislərin də burada qurduğu demək orqanın adı Sentra Kaspi diktaturası adlanır. Diktatura. Sentr mərkəzli, Kaspi də Xəzər deməkdir də. Yəni Xəzərin mərkəzində bir diktatura qurdular. Girdilər Bakıya. Bakıda da yaratdılar Bakı General Qubernatorluğunu yaratdılar və bu zaman gəlib Azərbaycan qoşunu Bakıya çatanda Bakını ingilislərin əlindən aldı. Məsələn, bax, mən sizə deyəcəm ki, AXC Tiflisdə elan olunanda Azərbaycan kimin əlində idi? Deyəcəksiniz Şamiyanın. Sonra deyəcəm, Bakını kimin əlindən aldı AXC? Deyəcəksiniz ingilislərin. Niyə? Çünki onlar Bakıya gəlib çatana qədər Bakı Xalq Komissarlar Soveti devrilmişdi. Ermənipərəst İngilis hakimiyyəti qurulmuşdu Bakıda. Denis Tervilin rəhbərliyi altında. Denis Tervilin. Nə vaxtdan nə vaxta? Elə bir 1 avqustdan 15 sentyabra qədər də sadəcə 4 avqustda İngiltərənin özündən onlara kömək gəlib. Bakı Xalq Komissarlar Soveti özü 25 apreldən 31 iyula qədərdir. 1 avqustdan 15 sentyabra qədər isə Sentra-Kaspi diktaturası və Bakı General Qubernatorluğu mövcuddur. Sadəcə 4 avqustda İngiltərədən onlara köməklik gəlib. Biz də gəlib Bakını onların əlindən aldıq. Sonra da paytaxtımızı Bakıya köçürtdük. Deməli, bax, ikinci icra hökuməti də işini layiqincə yerinə yetirdi. Bəs üçüncüdə məqsəd nədir? Üçüncüdə isə məqsəd beynəlxalq aləmdə tanınmaqdır. Gedəcəklər, bəli, gedəcəklər. Bu da baş tutacaq. Paris Sülh Konfransında bizi tanıyacaqlar. Dördüncü ilə beşinci hökumətdə isə sosial, iqtisadi, siyasi səbəblərdir. Və qeyd eləyək ki, indi qaydaq bura bu qanunverici orqanlara. Milli Şura Nuri Paşanın etimadsızlığına görə 16 iyunda Gəncə azad olunandan sonraki Nuri Paşa bizə etimadsızlıq göstərdi. 19 iyunda ölkədə böhran baş verdi. İlk böhrandı bu və Milli Şura fəaliyyətini dayandırdı. 6 aydan gec olmayaraq Müəssisələr Məclisi çağırılacaq. 19 iyunda fəaliyyətini dayandırdı. Demək, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabrın 19-unda fəaliyyətə başladı. Amma Müəssisələr Məclisi yoxdur artıq. Niyə yoxdur? Çünki həm Osmanlı Azərbaycanda yox idi. Ona, yəni daha maraqlı deyildi Azərbaycan nə yaradıb, nə yaratmayıb.
həm də ki daha böyük bir şey yaradacaqlar. Parlament, Milli Şura bərpa olundu. Qarşısında da daha 7 dekabrda daha böyük bir orqan, parlament yaratdılar. Bununla da ikinci hökumət fəaliyyətini 7 dekabrda dayandırdı. Hökumətlərin dövrü də bax uşaqlar belə gedir. AXC yaranandan 1918-ci ilin 28 mayından Gəncə azad olunana qədər 16 iyuna qədər. İkinci hökumət gedir 16 iyundan demək 7 dekabr parlament fəaliyyətə başlayana qədər. Üçüncü hökumət 19 gün sonra başlayıb 26 dekabrdan 1919-cu ilin aprelinə kimi. Dördüncü hökumət 1919-cu ilin aprelindən 1919-cu ilin dekabrına kimi, 5-ci hökumət də 1919-un dekabrından 1920-ci ilin belə deyək mart ayına qədər fəaliyyət göstərib. Sonra martdan sonra 6-cı hökumətin çağırılması qərarı alındı, o da baş tutmadı. Bax təklər bir heç, 3-lə demək 5 rəqəmlər fərqlidir. Burada 1918, 19-a keçib, burada da 19-20-yə keçib. 1, 2, 4 isə elə 1918, 18, 1919. Yəni illər eynidir. Bir dənə bu 3 ilə 5-də illərin fərqliyi var və sizə veriləndə ki, 1-ci, 2-ci, 3-cü hökumətə aid olan hadisəni göstər. Bu illər birinci yazın özünüz üçün. Sonra bura çıxarış eləyin. Tutaq ki, mənə deyəcək ki, Gəncə döyüşləri. Mən birinci bunu yazıram. Baxıram ki, 13-14 iyunda Gəncə döyüşləri düşür bunun içinə və yaxud Bakının azad olunması. Yazdım bunları, görürəm ki, 1918-ci ilin 16 iyunundan 7 dekabrına qədər 15 sentyabr düşür. Yəni Bakının azad olması ikinci hökumətin dövründədir. Bu formada götürürəm. Bir də var Tiflis dövrü, Bakı Gəncə dövrü, bir də Bakı dövrü. Ən uzun dövr Bakı dövrüdür. Bu Tiflis dövrü ilə birinci hökumətin dövrünü əhatə edir. 28 maydan 16 iyuna qədər bu Tiflis dövrüdür. Yəni burada nədir? AXC-nin elan olunmasıdır, İrəvanın ermənilərə verilməsidir, Borçalı döyüşləridir, Osmanlı'nla Batum müqaviləsidir, bir də Gəncə döyüşləridir. Bax, bura düşən onlardır. Gəncə dövrü isə təbii ki 16 iyundan 15 sentyabra qədərki dövrdür. 15 sentyabrdan sonra isə Bakı dövrüdür. Yəni bu Gəncə ilə Bakı dövrü ikisi də ikinci hökumətin dövrünə aiddir. Bu birinci hökumətə aiddir birinci. Bu ikinci hökumətə. Çünki ikinci hökumət dekabrın 7-sində bitib. Deməli Gəncə dövrü iyundan sentyabra qədərdir. Sentyabrdan da dekabra qədər ikinci hökumətdə Bakı dövrü düşür də. Sonra Bakı dövrü, Tiflis dövrü başqadır. Bu hökumətlərin dövrü başqadır. Demək ki, parlament, Milli Şura. Gələk indi Osmanlı dövlətinə. Biz eşitdik ki, Sarıqamış döyüşündən sonra 1914-15-də məğlub olan Osmanlı Cənubi Azərbaycanı tərk elədi. Mudros sülhü ilə isə 1918-ci ilin oktyabrında Osmanlı Şimali Azərbaycanı tərk eləyəcək. Sarıqamışla Cənubu tərk eləyib. Mudrosla da Şimali Azərbaycanı tərk eləyəcək və onu yola salmağa İngiltərədən İngilis gəlib. O Şamiyana köməyə gələn İngilis deyil bu. O gəlmişdi avqustun 1-i, amma bu gəlir oktyabr ayında. Gəlir ki, buradan Osmanlı yola salsın. Daha doğrusu onun gəlib çıxması gəlir çıxır noyabr ayına. Osmanlı noyabr ayında Azərbaycanı tərk eləməlidir. Gedir. Osmanlı çıxır gedir, ona görə mən dekabrda parlamenti yaradanda artıq Osmanlı olmur Azərbaycana. Çıxır gedir. O çıxıb gedəndə Naxçıvanı buraxmır. Naxçıvanını buraxmır. Deyir ki, mən Naxçıvanı qoyub gedə bilmərəm. Niyə? Çünki ermənilərin Naxçıvan və Qarabağa qarşı ərazi iddiaları var. Baxmayaraq ki, İrəvan onları verəndə biz bu əraziləri demişdik ki, silin yaddaşınızdan. Amma Naxçıvan və İrəvana qarşı onların ərazi iddiaları var. Osmanlı da deyir ki, əgər Naxçıvana ermənilər girsə, fisiyo da, mənim bu tərəfim Ermənistan, bu tərəfim Gürcüstan, bu tərəfim Suriya, bu tərəfim İran, hamısı da məni, yəni düşmənlərimdir. Buradan da Naxçıvan, Azərbaycan yolu bağlansa, mən blokadaya düşmüş olaram. Ona görə Naxçıvanı qoruyacağım, mən heç kimə vermirəm. Naxçıvanda yaradır 1918-ci ilin noyabrından, yəni gedəndə 19-cu ilin martına qədər Araz Türk Respublikası. Bunu uşaqlar TAR deyirlər. Türk Araz Respublikası. Araz Türk Respublikasını yaratdı 1918-ci ilin noyabrından 19 martına kimi. Bəs 19 martında nə oldu? Heç nə, ermənilər gəlib Naxçıvanı işğal eləyəcəklər.
ki, bu da növbəti dərsimiz olacaq. Gəlib Naxçıvanı işğal eləyəcəklər. Və Osmanlı Azərbaycandan gedəndən sonra İngiltərə istəyir ki, Azərbaycanın neftinə yiyələnsin. Ümumiyyətlə İngiltərənin Azərbaycana marağı istəyir, İrandan gələn istəyir, İngiltərənin özündən gələn Azərbaycan nefti idi. O Bakı neftinə yiyələnmək istəyəndə biz 7 dekabrda möhtəşəm qanunverici orqanımızı yaratmışıq, parlamentimizi. Çıxarıq sənədlərimizi qoyuruq onun qabağına ki, yəni sən bizi tanımaq məcburiyyətindəsən. Hələ biz hərbi islahat keçəcəyik, ordu islahatı da, yəni iqtisadi, sosial islahat, mədəni islahat. Yəni mən bütün hər şeyim hazırdır. Sənədlərim hamısı hazırdır. Bütün sahələrdə islahatdan var. Eləcə də qanunverici orqan olan parlamentim var. Demək, İrandan gələn köməkçi, Şamiyana kömək eləyən ermənipərəstin adı Denis Stervlin idi. Amma İngiltərənin özündən gələn adı Thomsondur. Denis Stervlin Azərbaycanı tanımayıb, amma Thomson tanıyacaq. Thomson deyir ki, hə, onda mən Azərbaycan sizi tanıyıram. Siz doğrudan da bir dövlət kimi varsınız. Hətta 1919-un avqustunda Azərbaycandan gedəndə bu Xəzər dənizində hərbi donanmalar var idi ingilislərin. Onu bizə də verir. Bizə də verir. Denikinə də verir. Müəllim niyə Leninə vermir? Çünki Antanta Lenini tanımırdı axı. Antanta Nikolay tanıyırdı. Denikində Nikolayın adamlarındandı da. Ona görə də gedərkən o silah sursatının bir qismini Denikinə verib Ağ qvardiyaçılara, bir qismini də bizə verib. Biz ilk dəfə Xəzər dənizində hərbi donanmanı onun sayəsində yaratmışıq. Ticarət donanması Salarilərin dövründə var idi. Hərbi donanmanı da onun sayəsində yaratmışıq və Denikin buna narazılıq elədi ki, yox, Azərbaycana silah verməm. Türkmənçay sülhünə görə Xəzər dənizində ancaq Rusun gəmiləri üzə bilər. Biz də demişik ki, yəni Türkmənçay müqaviləsinin bizə nə aidiyyəti var? Sən o müqaviləni İranla imzalamısan. Yəni onun bizə heç bir aidiyyəti yoxdur. Thomson gedəndə Xəzər dənizində mənə hərbi gəmilər də verib. Hətta Thomson mənə yaxşılığının biri olub ki, bu Dağıstanı Denikin gəlib tutanda mən Denikinə köməyə getmək istirdim. Mənə dedi ki, yox, getmə, qoşulma. Biri budur. Biri məsələn burada Qarabağda ermənilər gələn dərsimizdə təxribat törədirdilər. Ermənilərin Qarabağdan çıxmasının demək səbəbi olub. Və yaxud da ki, getmişəm Parisə, Parisdə Fransa heç ümumiyyətlə mənim üzümə baxmayıb, AXC-nin üzünə baxmayıb. ABŞ bəhanə eləyib ki, səndən əvvəl biz oraya gedəndə Gürcüstan tanınmışdı, Ermənistan oturmuşdu orada. Antanta konferansında və Amerika deyib ki, yox, mən səni tanıya bilmərəm müstəqilliyi, sən terrorist dövlətsən. Soruşmuşam, niyə? Deyib, heç nə, Naxçıvan deyib ermənilərindir, siz Naxçıvanı ermənilərdən almısınız. O elə deyib, mən belə demişəm ki, ay balam, vallahi yalan deyir, erməni filan peşməkan. Durub gəlib Amerika, onun üçün deyirəm ki, de facto, yəni bax, İngiltərə görsən Azərbaycanı faktiki olaraq görür. ABŞ da durub gəlib Naxçıvana, rəy sorğusu keçirib cəmaatın arasında falan. Hətta ABŞ-ın məqsədi o idi ki, Naxçıvanda general qubernatorluq yaratsın, necə ingilislər Bakıda yaratmışdı. O da Naxçıvanda general qubernatorluq yaratsın. Yəni bu ərazi mübahisəlidir də, nə erməninin deyil, Azərbaycanın mənim nəzarətimdə olsun. Biz də qəti rədd cavab eləmişik bunu, hətta Naxçıvan əhalisi də. Ona görə də qayıdıb gedib, nəhayət ki, Azərbaycanı de facto tanıyıblar. Amma Azərbaycana hərbi yardım söhbəti yoxdur. İqtisadi əlaqələr, ona görə Rus Azərbaycanı işğal eləyəndə o bizə heç bir yardım göstərməyib. İndi bir təsisatla dərslərin üstündən keçim. Bax, AXC yaranıb 28 mayda süqutu, rəhbəri, Gəncə dövrü, Bakı dövrü elan olunduğu şəhər, Seyim dağılıb, Milli Şura qanunverici orqan yaranıb. Bu 5 dənə hökumət qanunverici orqan qabağında məsuliyyət daşıyırdı. Yəni ki, qanunu veribsə, bu icra eləyən onun qabağında məsuliyyət daşıyırdı. AXC-nin istiqlal bəyannaməsi var, İrəvanı ermənilərə vermişik. 30 mayda da teleqraf vasitəsilə dünyaya bildirmişik ki, biz müstəqilik. Bəyannamədə nə göstərilir? Azərbaycan müstəqildə hakimiyyət xalqında, xalq cümhuriyyətidir. Bütün ölkələrlə xoş əlaqə var. Bütün vətəndaşlar tam hüquqludur. Qanun verən Milli Şura, icra edənsə müvəqqəti hökumətdə. İlk tanıyan da Osmanlı oldu. 5 hökumət var idi. 3-ünün rəhbəri Xoyski, 2-sinin rəhbəri Yusif Bəyli, 6-cı hökumət Hacınskiyə tapışır çağırılması. O da çağıra bilmədi daxili çəkişməyə görə. Milli Şura 1-ci hökumətin fəaliyyətini dayandırdı. 6 aydan gec olmayaraq məsələ məclisi çağırılacaq da heç vaxt çağırılmayıb. 18-ci ilin 28 mayının 16 iyununa qədərdir. Tiflis dövrünə nə aiddir? AXC-nin yaraması, İrəvanın ermənilərə verilməsi, Batum sülhü, bir dənə sizin üçün yazıram bura. Demək, Borçalı və Gəncə döyüşləri. Borçalı və Gəncə döyüşləri.
İyunun əvvəli Borçalıdır, iyunun ortaları da Gəncə döyüşləridir ki, Azərbaycan burada qalib gəlib. Yəni bunu da qeyd edirəm sizin üçün. Sonra ikinci hökumət Bakı azad olunmalıydı. İyundan dekabra qədər Gəncə dövrüdür. Hətta ikinci hökumətin qabağında yazıram ki, həm qanun vericidir. Təbii ki, qanunverici hökumət müvəqqəti işini dayandırdığı üçün, həm də öz işini yerinə yetirir, icra edici orqan idi. Həm qanun verəndir, həm icra edəndir ikinci hökumət. Üçüncü hökumətin işi beynəlxalq aləmdə tanınmasıdır. Zaten tanınıb 18-in 26 dekabrından 19-un aprelinə qədər, əvvəllər mart yazılırdı, sonra apreldir. 4 ilə 5-in işi maliyyə, nəqliyyat, rabitə, sosial-iqtisadi mədəni tədbirlərdir. Bakı dövrü 3, 4, 5-ci, hətta ikinci hökumətində uşaqlar, bax qeyd edirəm, ikinci hökumətində bir hissəsi söhbət gedir hardan? Bakı dövrünə düşür. Demək ki, sentyabrdan dekabra qədər ki dövr düşür. İyundan sentyabra qədər Gəncə dövrüdür, sentyabrdan dekabra qədər isə Bakı dövrüdür. İkinci hökumət axı dekabrda fəaliyyətini dayandırıb. 18-ci ilin 22-27 iyunda azad ticarət. Bunlara elə diqqət yetirməyin, qaydacıyıq bir də bura. 24 iyun bayraqdır, ordudur, dildir, bu heç, bunları saxlayın, bunları zaten qaydacam sizin üçün. Bunlar da heç, bunları hələ ki saxlayın. Buradan əsas başlayın. 7 dekabr parlament yaranıb, qanun vericidir. 120 dənə deputat var idi, 230 dənə qanun var idi. Rəhbərdə Topçubaşov olub, amma Topçubaşov Antantaya tanımağa getdiyi üçün hələlik onun işini Həsən bəy Ağayevlə, Əhməd bəy Ağayevin qardaşıdır, Məmməd Yusif Cəfərov yerinə yetirirdi. Bu Əhməd bəy Ağayev bilirsiniz kimi Difai partiyasını yaradan. Bu Həsən bəy Ağayev onun qardaşı idi. Qərarı hələ 20 noyabrda verilmişdi, yəni yaranması 7 dekabrda da fəaliyyətinə başladı. Batum müqaviləsi hərbi yardım göstərəcəkdi mənə, amma Osmanlı adı ilə yox, Qafqaz İslam Ordusu adı ilə. 25 apreldən 31 ila qədər Bakı Xalq Komissarlar Soveti mövcud olub. Bunu devirən Sentrokaspi diktaturası olub. Sonra Sentrokaspi diktaturası mövcud oldu. 1 avqustda yaranıb olmağı, 4 avqustda ona kömək gəlib. 17 iyulda ilk siyasi böhrandı. 17-19 iyul, belə gedir bu. 17-19 iyul yox, iyunlu, niyə yazmışıq bunu? İyul yox, iyunludur bu. İyun ilk siyasi böhrandı, Nur Paşanın etimadsızlığıdır bizə qarşı. Milli Şura fəaliyyətini dayandırıb, yenidən 19 noyabrda fəaliyyətinə başlayıb, 7 dekabrda da ilk işi parlamentin çağırılması olub. Milli Şuranın sədri Rəsulzadə idi, parlamentin rəhbəri isə Topçubaşov idi. 1, 2, 3-ün rəhbərlərini dedim, parlamentin sədrini də dedim. Birinci və ikinci də Xarici İşlər Naziri Hacınski idi. Hərbi naziri isə Xosrov bəy Sultanov olmuşdu. Sonra bunlara bir də qaydacıyıq uşaqlar. Parlamentdə olan partiyalar Müsavat, İttihad, Əhrar, Slavyan, Rus, Sosialist bir də bir tərəfləri idi. Himn 1919-cu ildə Vətən Marşı himni var idi. Sonra bu Vətən Marşı himnin əsasında da bu hazırlanıb 66-da. 66-da təbii ki AXC yoxdur da. AXC-nin marşı 1919-cu ildə budur. Tədbirləri həm ordu sahəsində, həm sosial-iqtisadi, həm mədəni, həm dövlət tədbirləri var. Bunlar da bu bonuzad lazım deyil. Bunu gələn dərs izah eləyəcəm sizə. Sahəsi 97.000 kvadrat kilometr idi. İndi 86,6-dır. 97 də bilirsiniz nə qədər. Elə bir ki, Türkmənçay müqaviləsindən sonra Cənubi Azərbaycan alıb, İran. Bax, buradan danışıram. Sonra Borçalını verdik, Qarayazının bir hissəsini verdik, Dərbəndi, İrəvanı verdik. Qaldıq 86,6. Əhalisi 3,3 idi. İndi 11 milyonu yığışdırır. Dili türk dili idi. Mövcudluğunu da yazdıq. Xoyüskünən Yusif bəyli. Bu heç bu lazım deyil sizə. Həyata keçirilmədi məsələ məclisinin çağırılması, Latın dili, Rusiyada təhsil, aqrar və torpaq qanunu. Xarici siyasətindəki burada qeyd elədim sizin üçün.